Bəzi müsəlmanlar bunu səhv salırlar. Görürsən ki, hansısa bir ziyarətə deyir ki, sən Allahdan başqasına ibadət edirsən, ya görürsən ki, kiməsə ehtiramı deyir, Allahdan başqasına ibadət edirsən. Xeyr, qardaş, mən əgər onu icra eləyən mənəmsə, mən onu Rəbb adı ilə eləmirəm. Mən Peyğəmbər sallallahu sevgi və məhəbbətimi göstərmək üçün onu ziyarət edirəmsə, mən imama sevgi və məhəbbətimi göstərmək üçün əgər onun qəbrini öpürəmsə, onu ziyarət edirəmsə, onun zirehinə əlimi sürtürəmsə, məsələn, təbərrük kimi, buna heç biri ibadət adlanmaz. Çünki ibadət üçün ibadət olunanın niyyəti əsasdır. O qıraqdan baxan nə ad qoyursa, o biz üçün önəmli deyil. Meyyar orada mənəm. Mən əgər o əməli icra edirəmsə, məndən soruşmalısan ki, nə niyyətlə bunu icra edirsən? Bəli, mən bunu sevdiyimə görə edirəm. Mən bunu çox istədiyimə görə edirəm. Mən buna öz məhəbbətimi ibraz edirəm. Bunlar ayrı. Amma yox, kimsə əgər olsa ki, o mənim Rəbbimdir və mən onun əbdiyəm və bu niyyətlə dursa, onun qabağında zəlillik görsətsə, xuşu görsətsə, bəli, bu ibadət adlanır. Ona görə biz də bunu balacamızdan böyüyə qədər hamımız ya bilirik, ya da bilməliyik ki, ibadət bu niyyətlə ki, o bizim Rəbbimizdir və onun qarşısında bəndəçiliyimizi izhar eləmək, bu yalnız və yalnız Allaha məxsusdur.